L şəkilçisi ilə düzələn isim və sifətləri bir-birindən ayırmaq şagirdlər üçün çox çətin olur. Biz bugünkü mövzumuzda bunu ayırt etməyə çalışacağıq. Demək, L şəkilçisi ilə düzələn isimlər verilib. Kəndli, Həsənli və Azərbaycanlı sözləri. Dadlı şəkilçisi ilə düzələn sifətlər də verilib. Daha doğrusu, L şəkilçisi ilə düzələn sifətlər də verilib. Dadlı, işıqlı və yağlı. İndi biz bunun sifət və ya isim olduğunu bir yolla izah edə bilərik və bir yolla ayırt edə bilərik. Bu nədir? Bu sifətin dərəcələri. Əgər biz sözləri sifətin dərəcələrində işlədirik, alınırsa olur sifət, alınmırsa əgər olacaq isim. Məsələn, dadlı sözünü sifətin azaltma dərəcəsinə və çoxaltma dərəcəsinə istənilən dərəcədə işlədə bilərik. Məsələn, deyirəm, ən dadlı yemək alınır, ən işıqlı otaq alınır, ən yağlı şirniyyat alınır. Alınırsa olacaq sifət və ya azaltma dərəcəsində işlədə bilərik. Məsələn, az dadlı yemək, az işıqlı otaq, az yağlı şirniyyat. Demək, alınırsa olur sifət. İndi gəlin, baxaq görək biz ən dahanı isimdə işlədə bilirikmi? Məsələn, deyirəm, ən kəndli uşaq alınmır. Ən Həsənli Orxan alınmır. Ən Azərbaycanlı vətəndaş alınmır və ya az kəndli uşaq alınmır, az Həsənli Orxan alınmır, az Azərbaycanlı vətəndaş alınmır. Demək, alınmırsa olacaq isim, alınırsa olacaq sifət. Yeganə üsul budur. Bir dənə bunu yadda saxlamaqla siz L şəkilçisi ilə düzələn sözlərin isim və ya sifət olduğunu çox asan bir şəkildə ayırt edəcəksiniz.